Sıravi əsgər düşmən dövlətin kralı ola bilərmi? Jean-Baptiste Bernadotte Fransa ordusunda xidmət edən serjant idi. O zəkası, cəsarəti və intizamı sayəsində general rütbəsinə qədər yüksəlir və imperiyanın marşallarından birinə çevrilir. Həmin dövrdə Avropa dövlətləri Napoleon Bonaparte'ın hücumlarının qarşısını almaqda aciz idi. Qazanılmış qələbələrdə Bernadotte'un da böyük payı var idi. Fransızlar tərəfindən əsir götürülmüş İsveç əsgərlərinə qarşı göstərdiyi alicənablıq onun şöhrətini düşmən ölkədə də artırır. Hətta İsveç Kral Şurası 13-cü Karldan Bernadotte'u özünün varisi seçməsini xahiş edir. Xristianlığın Lüteran məzhəbini qəbul etdikdən sonra Bernadotte rəsmən kralın varisi elan edilir. 1818-ci ildə 13-cü Karlın vəfatından sonra isə o, 14-cü Karl Johan adı ilə İsveç taxtına çıxır və beləliklə bir zamanların fransız əskəri artıq İsveç dövlətinin kralına çevrilir. Deyilənə görə onun bədənində ölənə qədər kimsənin bilmədiyi bir döymə var idi. Həmin döymədə krallara ölüm yazıldığı iddia olunur. Bu, bir kral üçün olduqca təhlükəli bir yazı idi. Buna görə də o bunu bütün həyatı boyunca gizli saxlamışdı. Maraqlıdır ki, hələ də İsveçi Bernadotte'un nəslindən olan krallar idarə edirlər.